Breketli dişlər gündə 2-3 dəfə, xüsusən də hər yeməkdən sonra fırçalanmalıdır. Axşam fırçalanma ən vacibidir. İlk olaraq ortodontik və ya düz kəsimli sof fırça ilə breketlərin səthi təmizlənir. Daha sonra fırça dişə 45 dərəcə bucaq altında tutularaq breketlərin kənarı təmizlənir. Tel arasında qalan qida qalıqlarını adi fırça ilə təmizləmək mümkün olmur. Bu məqsədlə intradental, yəni diş arası fırçalarından istifadə olunur. Tel arasında qalan qida qalıqları aşağı-yuxarı hərəkətlərlə kənarlaşdırılır. Breketsiz dişlərdə olduğu kimi, breketli dişlərdə də diş sapından istifadə mütləqdir. Normal diş sapları breketlərə ilişdiyi üçün ortodontik diş saplarından istifadə olunur. Ən sonda ağız boşluğu su irriqatoru və ya ağız yaxalayıcılarla yaxalanmalıdır.